Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, burada bəzi məsələ tiplərinə baxacağıq. Məsələ tiplərində bizdə nə göstərir? Bunun üçün ilk öncə biz ölçü vahidlərinin anlayışına bir dənə baxaq əvvəlcə. Kiçikdən böyüyə doğru gedək. Bit, byte, kilobayt, megabayt, gigabayt və terabayt ölçü vahidlərdir. Bit və bayt arasındakı məsafə 2/3-dür. Yerdə qalan baytla kilo 210, kilo ilə mega 210, kilo mega ilə giga 210, giga ilə tera 210-dur. Və aşağıdan yuxarı qalxarkən bizim ifadələr vurulur, yuxarıdan aşağı düşərkən bizim ifadələr bölünür. Bunlar bizim standart qaydalarımızdır. Birinci misalda bizə nə istəyir? Deyir, hər birinin tutumu 10 kilobayt olan 3 faylın informasiya həcmi neçə baytdır? Tutalım ki, bizə 3 dənə fayl verib. 1, 2, 3. Hər birinin həcmi də bizdə nə qədərdir? 10 kilobaytdır. Bunlar birlikdə kompüterin yaddaşında nə qədər yer tutur? Üçü bir yerdə. Təbii ki, 30 kilobayt yer tutur. İndi bu məlumatın bizdən həcm dəyərini nə ilə istəyir? Baytla istəyir. Beləliklə biz 30 kilobaytı bayt etməliyik. Qeyd edirik ki, 30 kilobayt onda bizdə neçə bayta bərabərdir? 30 olduğu kimi qalacaq. Kilodan bayta getdiyinə görə, baxın, kilobaytdan bayta aşağıdan yuxarı qalxdığına görə bunlar arasındakı məsafə nəyə bərabərdir? 2/10-a. 2/10 da bizdə nəyə bərabərdir? 1024-ə. Beləliklə 30-u vuracaq biz nəyə? 1024-ə. Yəni 2/10-a. O da eləyəcək bizdə neçə? 3072 arxasında 0. Nə? Bayt. Birincinin cavabı oldu bu. 30720 bayt. Sadəcə kilobaytı bayta çevirdik. İkinci, ümumi tutumu 10 kilobayt olan fayllar qrupundan 320 bayt tutumlu faylı sildikdən sonra bu qrupun ümumi tutumu deyil nəyə bərabər oldu? Uşaqlar, məlumatın ümumi tutumu nəyə bərabərdir? 10 kilobayta bərabərdir. Buradan nə çıxıblar? 320 bayt dəyərində bir məlumat çıxıblar. Təbii ki, ölçü vahidləri fərqlidir və cavabı isə məndən nə ilə istəyir? Baytla istəyir. Baytla istədiyinə görə mən nə edəcəm? 10 kilobaytı bayta çevirəcəm. Buradan qeyd edirəm sizin üçün 10 kilobayt qeyd edirəm ki, neçə bayta bərabərdir? 10 olduğu kimi qalacaq. Kilobaytdan bayta aşağıdan yuxarı qalxdığına görə bunu vuracam 1024-ə. Aha, bunu da cavabı eləyəcək bizdə bu formada. Bayt. Rahat şəkildə artıq cavabımı bayt etdiyimə görə 10240-dan çıxacam nəyi? 320 baytı. Bunu da cavab eləyəcək bizdə 9920 bayt. Bu da bu məsələnin cavabı. Diqqətli olun belə şeylərdə, ölçü vahidlərinə. Düşünürəm ki, bu sadədir. Amma sadə variantlar gəlib düşür. Üçüncülərdə baxırsınız, 5 kilobayt 80 bayt, üstəgələk 300 bayt deyir. Cəmi neçə bayta bərabərdir? Burada misalın cavabı baytdır. Burada da cavab baytdır. Amma burada 5 kilobayt artıq kilobayt kimi çıxış edir. Bunu bayt etməliyik. Gəlin 5 kilobaytı 5 kilobaytı biz nə edək? Bayt edək. 5 kilobayt görəsən neçə baytdır? 5 olduğu kimi qalacaq. Kilodan bayta getdiyinə görə biz bunu vuracaq nəyə? 1024-ə. O da eləyəcək neçə? 5120 bayt. Aha, bu 5120 bayt elədi. İndi mənim artıq burada 5 kilobaytım 5120 bayt elədi. 80 bayt da təbii ki, burada olduğu kimi qaldı. Bunu bu formada yazmaq olmaz. Ona görə bunlar nə olmalıdır? Bunlar toplanılmalıdır. 5120-nin üzərinə 80 gəldikdə eləyəcək bizdə neçə? 5200. 5200 nə eləyəcək? Bayt. Üstünə də biz nə gələcək? 300-ü gələcək. Bu da eləyəcək bizdə neçə? 5500 bayt. Aha, bu da oldu beləci. Növbəti məsələyə baxırıq. Növbəti məsələdə bizdən nə istəyir? Kitabın hər səhifəsində 16 sətr, 128 simvol var və Unicode kodlaşmasında bu məlumatın həcmi 32 kilobayta bərabərdir. Buradakı biz səhifələrin sayını istəyirik. Biz belə bir düstur bilirdik də. V bərabərdir səhifə, vurulsun ondakı sətirlərə, vurulsun ondakı simvollara və bu məsələnin cavabı bizdə nə ilə ölçülürdü? Baytla ölçülürdü. Gəlin yerinə qoyaq. 16 sətr dedi, bunu yazırıq 2/4 formasında. 128 simvol deyirsə, bunu yazarıq 2/7 formasında. Səhifə sayı yoxdur. Buna biz x deyək, bərabər eləyəcək nəyə? 32 kilobayta. Məsələnin cavabı bayt olduğuna görə biz də kilobaytla yazmışıq. Kilobaytı bayt eləyək. Kilobaytdan bayta keçdiyinə görə biz nə eləyəcəyik? 32-ni vuracaq 1024-ə. Elə hazır yerindəcə yazacağım. 32 vurulsun 1024. Bu x-da nəyə bərabərdir? 32 vurulsun 1024-ə. Bərabərliyin sağ tərəfi sürətdə qalacaq. Sol tərəf düşəcək məxrəcə. Yəni 2/4 vurulsun 2/7-yə. Aha.
Bunu da sadələşdirmə aparsaq 32 eləyəcək 2 üstü 5, 1024 eləyəcək bizdə 2 üstü 10 bölünsün. 4 ilə 7 də toplanıb eləyəcək 2 üstü 11. Aha, 10 ilə 11 ixtisar getdi. Burada qaldı 2 üstü 1. 2 üstü 1 ilə də 2 üstü 5 ixtisar getdi. Burada qaldı necə? 2 üstü 4. 2 üstü 4 bizdə nəyə bərabərdir? 16 bayta bərabərdir. Məsələnin şərtinə geri qayıtdıqda deyir ki, bu məsələ Unicode standartıdır. Və Unicode standartında olduğuna görə biz məsələlərin cavabını hər zaman ASCII standartına qaytarmalıyıq. Ona görə biz nə edirik? ASCII standartına geri qaytarmaq üçün 16-nı 2-yə bölürük. Eləcək bizdə necə? 8. Diqqətli olun belə ifadələrində deyir. Unicode kodlaşması zamanı 32 kilobaytdır. Yəni bu məsələ artıq bizdə hansı standartdadır? Unicode standartındadır. Ona görə nə edirik? 16-nı 2-yə böldük, elədi 8. Bu getdi. İndi baxırıq nəyə? Bu, şəbəkələrə aid olan bir məsələdir. Mən sizə şəbəkələrin izahında belə bir məsələ qeyd eləmişəm ki, çoxluqları toplayıb azlıqlarla çıxmalısınız. İndi uşaqlar, burada qraf, ağac, diqraf var, əntlər var. Nə edəcəksiniz? Dediklərimə uyğun olaraq 90, üstəgələk 83, üstəgələk 62 bərabərdir. Bu hissədə orular istəyir bizdən 15, üstəgəlinsin 20, üstəgəlinsin 0 olsa nəyin üstə gəlsə uşaqlar 0 eləyəcək. Üstə gəlinsin x. Çünki əndlər, orular bir istiqamətə çəkilir, təkliklər isə bir istiqamətə çəkilir. Yəni tək-tək sözləri cəmləyirsiniz, bunlardan çıxırsınız. Bu qədər. Bunu da topladıqda uşaqlar bu bizdə nə eləyəcək? 90, 83, 62 cəmləndikdə ümumi yekun olaraq bizdə nə verəcək? Buradan baxaq. 90, 83, 62. Bu da eləyəcək bizdə 5, 9, 8, 7, 235. Olacaq bizdə 235 bərabərdir. 15 ilə də 20 toplanıldıqda eləyəcək bizdə neçə? 35. Aha, buradan da x nəyə bərabər olacaq? X də bərabər olacaq 200. Deməli, bizdə axtarılan səhifələrin sayı nə qədər imiş? Minliklərlə 200 imiş. Sadəcə nə elədim? Bunları topladım. Bunların cəmindən çıxdım. Aha. Sonra baxırıq nəyə? Excel-dəki sürüşdürmələrə. Excel-də sürüşdürmələr bizdə nə istəyir? Deyir, B2 xanasındakı düsturu Y6-ya apar. Qeyd edirəm, B2-dəki düsturu Y6-ya aparaq. Burada uşaqlar 2, 6. Rəqəm nə qədər artıb? 4%. B-dən Y-yə gələrkən, baxın, burada yazırıq B, C, D, Y. B-dən C-yə 1, C-dən D-yə 1, D-dən Y-yə də 1. Cəmi nə qədər elədi? 3. Hərflər 3% irəli gedəcək. Rəqəmlər 4%. Bizə deyir ki, bax, bu düsturu sürüşdür. Burada sam olduğu kimi qalır uşaqlar. Təbii ki, C-ni irəli aparırsınız 3 vahidi. C 3 vahid irəli getdikdə C-dən D-yə 1, D-dən Y-yə 1, Y-dən sonra hansı hərf gəlir? F. F-ə də 1 gedəcək. Olacaq bizdə F. Aha, 3-ü 4 vahid artırırsınız. Eləyəcək bizdə necə? 7. Aha, D-ni 3 vahid artıranda D-dən Y-yə 1, Y-dən F-ə 1, F-dən sonra hansı hərf gəlir? Bizdə Y. Deməli nə qədər oldu? D-dən Y-yə 1, Y-dən F-ə 2, F-dən C-yə 3. Deməli bizdə oldu nə qədər? C. Aha, 6-nı da 4% artırdıqda eləyəcək bizdə necə? 10. Beləliklə bu etdi. F7, C10. Yəni B variantı. Düsturları sürüşdürərkən içərisində olan nisbi ünvanlar sürüşür. Düsturların falan özü sürüşmür, yadda saxlayın. Bir də qarşısında dollar olan ifadələr sürüşməyəcək bizdə. Rəng məsələlərinə baxırıq uşaqlar. Rəng məsələsində deyir ki, 1024-ün 1024-ə pikseldir və rəng çalarları bizdə 8-ə bərabərdir. Bu məlumatın həcm dəyərini kilobaytla ifadə edin. Deməli uşaqlar, bizdə belə bir şey veribdir. Düzbucaqlıdır da, yəni 1024-ün daha doğrusu 4 bucaqlıdır. 1024-ün 1024-dədir, hər tərəfi bir-birinə bərabərdir. 1024-ün 1024-yə bir dənə bizdə ekran var və burada bunu əmələ gətirən nöqtələrin sayı bizdə, yəni burada ümumi rəng çalarlarının sayı nə qədərdir? 8-dir. Beləliklə, təbii ki, bunlar bir-birinə vurulduğuna görə bunu elə rahat şəkildə yazıram. 2 üstü 10 vurulsun 2 üstü 10 formasında 8 rəng çalar deyir. Uşaqlar, əgər bizdən 8 rəng çaları deyirsə, 8 rəng çalar deyirsə, gəlin bir pikselə kompüterin yaddaşında nə qədər həcm ayrılır, ona baxaq. 8-i yazarsınız 2 üstü 3 formasında, elə. Burada bir pikselə kompüterin yaddaşında nə qədər yer ayrılmış olur? Bir pikselə kompüterin yaddaşında 3 bit yer ayrılmış olur. Aha. Çalar dedikdə biz deyirik ki, əgər 1 piksel 3 bitdirsə, bəs bu qədər piksel nə qədərdir? Onda bunu vuracaq nəyə? 3 bitin özünə. Rəng məsələləri bit formasında formalaşır. Bax, təkrar edirəm. Rəng çaları sözünü görürsünüzsə, çalar sözünü görürsünüzsə, 8 yazınız 2 üstü 3 formasında,
və qeyd edirsiniz ki, 2-nin üzərində duran rəqəm bizdə həcmi göstərir. 1 pikselə kompüterin yaddaşına qeyd edirik ki, nə qədər bit ayrılır? 3 bit yer ayrılır. 1 pikselə 3 bit isə bu qədər pikselə nə qədərdir? Bunu vurursunuz 3-ə. İndi cavabı məndən kilobaytla istəyibdi şərtdə. Ölçü vahidlərini yazdıqda uşaqlar bit, bayt, kilobayt, megabayt, gigabayt və terabayt yazdım. Bitlə kilobayt arasındakı məsafə nə qədərdir? 3 üstü 3 buradadır, 3 üstü 10 buradadır. Cəmi 3 üstü 13 etdi. Ona görə bunu bölürəm nəyə? 3 üstü 13-ə. 20 buradan, 13 buradan. 7 burada neçə qaldı? 2 üstü 7. 2 üstü 7 nəyə bərabərdir bizdə? 128-ə. 128-i vurursunuz 3-ə. O da eləyəcək bizdə neçə? 4, 6, 8, bu da elədi 384. Deməli, bu məlumatın ümumi həcm dəyəri nəyə bərabərdir? 384 kilobayta bərabərdir. 8 rəng çaları dediyinə görə mən artıq bunu bu formada etdim. Amma uşaqlar burada rəng çaları yox. 8 rəng dərinliyi desəydi, bəs məsələ necə həll olardı? 8 rəng dərinliyi desəydi. Dərinlik dedikdə məsələnin özünə vurursunuz. 1024-ü yazırsınız 210 formasında, 1024-ü yazırsan 210 formasında və vurursan 8-ə. Çalar dedikdə 2-nin 8-i yazırsınız 203, onun qüvvətinə, yəni 3-ə vurdunuz. Dərinlik dedikdə isə birbaşa özünə vurursunuz və təbii ki, bunu da ifadə eləyəcəksiniz nə ilə? 213, yəni kilobaytla. Bu da yenə həminki qayda olacaq uşaqlar. 2 üstü 7 ixtisar gedəcək. 2 üstü 20, 2 üstü 13 qaldı. Burada 2 üstü 7. Bu elədi 128. Artıq 128 də vuracaqsınız 8-ə. Cavab nə eləyəcəksə onu götürəcəksiniz. Dərinlik dedikdə. Aha, bu məsələdə isə 1024-ün 1024-dədir və 2 rəng çalarına deyir malikdirsə, məlumat neçə kilobayt dəyərindədir. İçi rəng uşaqlar bizdə nəyi təyin edir? İçi rəng bizdə təbii ki, ağ-qara rəngi və ya biz buna monoxrom rəng də deyə bilərik. Bunu təyin edir. İçini yazırıq 2 üstü 1 formasında və 1 pikselə kompüterin yaddaşında nə qədər yer ayrılmış olur? 1 bit yer ayrılmış olur. İndi 1024-ü yazacağım 2 üstü 10, 1024-ü yazacağım 2 üstü 10 və bunu vuracağım nəyə? 1 bitə. Və məlumat təbii ki, kilobayt dediyinə görə bunu 3 üstü 13 formasında saxlayacağım. Olacaq bizdə 2 üstü 20, yenə bölünsün 2 üstü 13, bunu da cavab edəcək 2 üstü 7. 2 üstü 7 də bizdə nəyə bərabərdir? 128 kilobayta bərabərdir. Yəni, İki rəng dediyinə görə biz bu formada atdıq, bu formada yazdıq. Amma uşaqlar ola bilsin ki, məsəl üçün 2 rəng verməsin, 7 rəng versin. Bəs onda necə eləyərik? 7 2-nin qüvvətinə gəlmir. Təbii ki, 7-ni 2-nin qüvvətləri arasına daxil eləyəcək. 7 2-nin qüvvətlərindən nə ilə nəyin arasında yerləşir? 4 ilə 8-in arasında yerləşir. Belə olduqda qüvvət həcmi ən yüksək olanı götürməsiniz. Yəni ən yüksək ehtimalı götürürsünüz. 8 nəyə bərabərdir? 2 üstü 3-ə. 1 pikselə kompüterin yaddaşında nə qədər yer ayrılır? 3 bit yer ayrılır. Onda necə olacaq? 2 üstü 10 vurulsun 2 üstü 10 vurulsun 3 bit. Kilobaytla da istəyirsə bölürsünüz nəyə? 2 üstü 13-ə. Yəni 7 versə bu formada yazırsınız. Lap 7 verməsin. Versin sizə 77. Elə 77 versə bunu necə həll edirsiniz? 77 2-nin qüvvətlərindən nə ilə nəyin arasında yerləşir? 64 ilə 128-in arasında yerləşir. Elə 128 nə deməkdir? 2 üstü 7 deməkdir. Deməli pikseli vuracaqsınız nəyə? 7 bitə. Bu da bunu göstərdi. Burada isə uşaqlar 512-nin 256 yazırsa, 512-ni yazırsınız 2 üstü 9, 256-nı da yazırsınız 2 üstü 8 və burada bizdə piksellərin sayı yoxdur, rənglərin maksimum sayını istəyir. Rənglərin maksimum sayı yoxdur, bərabər edirsiniz x-a və bu da nəyə bərabər olur? 64 kilobayta bərabər olur elə. İndi burada x nəyə bərabər olsun? Kilobaytı bitlə ifadə etmək üçün bunu 213-ə vuracam. X də bərabər olacaq. 64-ü yazaram 206. Bu da olar bizdə 213 bölünsün nəyə? 9 üstə gələk 8 eləyəcək bizdə neçə? 17. 2 üstü 17. Bunu da ixtisar apardıqda 13, 6, 19, 19 ilə də 17 ixtisar getdi, qaldı 2 üstü 2. 2 üstü 2 də bizdə nəyə bərabərdir? 2 üstü 2 də bizdə bərabərdir 4-ə. Bu oldu bizdə 4 bit. İndi bizdən deyir ki, rənglərin maksimum sayı nə qədərdir? Maksimum dedikdə aldığımız bax bu bit ümumiyyətlə 2-nin üzərində olmalıdır. Bir mənalı olaraq bunu qəbul eləyin. Aparırıq bunu, qoyuruq 2-nin üzərinə, eləyəcək bizdə neçə? 16. Yəni deməli bizdə nə axtarılırmış? 16 rəng çaları axtarılırmış. Və biz də 16 rəng çaları dedikdə bunu necə götürürdük? 16
2 üstü 4 yazılırdı. 1 pikselə kompüterin yaddaşına nə qədər yer ayrılırdı? 4 bit. Yəni bizim tapdığımız 4 bit bayaqdan yazdığımız bu 1 pikselə düşən informasiyanın həcmidir. Bunu göstərir. Maksimum sayı desə, rəng çalarların sayını soruşsa, onda aldığınız belə deyim, rəqəmi 2-nin qüvvətinə qoyacaqsınız. Yox, əgər desə ki, 1 pikselə kompüterin yaddaşında ayrılan həcm nə qədərdir? 1 pikselə kompüterin yaddaşında ayrılan həcm desə, elə 4 bitin özünü saxlayacaqsınız. Bu da bizim rəng məsələlərində ən çox qarşımıza gəlib düşən belə deyim temadır. Sonra baxırsınız nəyə? Sonra baxırsınız nəyə? Word-də printer məsələsində, nəyə diqqətli olmalıyıq? Normalda standart məsələləri zaten biz həll edərkən bilirik. Bir də məsəl üçün bizə belə bir tema verə bilər. Tutalım, necə bir məsələ? Custom page versin. Məsəl üçün, buradan yazsın ki, 1, burada yazsın, tutalım 4, burada yazsın, məsəl üçün, 9 ilə 16 aralığı, vergül, versin 23, versin tutalım ki 27, bir də versin tutalım ki 30, 5, bir dənə də versin tutalım ki 37. Nə bilim 38, 39 və s. belə bir şey. Aha, buradan da tutalım belə bir parametri qoyaq, buradan da belə bir parametri qoyaq. Bəs bu bizdə nəyi həll eləyəcək uşaqlar? Custom təbii ki seçilmiş səhifələrdir. Mənə deyir ki, uşaqlar, seçilmiş səhifələr bu parametrlə veribdir. Və seçilmiş səhifələrin içərisindən mən ancaq odd page, tək səhifələr istəyirəm. Bunların içərisindən ancaq və ancaq mən tək səhifələr istəyirəm. Və mənim səhifə sayım 20-dir. 20 səhifəlik məlumatda seçilmiş səhifələr bunlardır və bunların içərisində tək səhifələr istəyirəm. Çapa verək. Deməli, uşaqlar, diqqətli olmalısınız. Bu bizdə şərtdə verilir. Orada zaten. Seçilmiş səhifələr bax bunlardır. Və burada 1, 4, 9, 16, 23, 27, 35, 38 veribdir. Şərtdə isə mən qeyd edirəm ki, 20 səhifəlik bir məlumatın içərisindən. Beləliklə, uşaqlar, 20 səhifəlik bir məlumatın içərisində deyirsə, bunlar mənə maraqlı deyil. Deməli, bunlar atıldı. Şərti olaraq yazılıbdır. Və bu rəqəmlərin içərisindən də biz ancaq odd page, yəni tək səhifələr axtaracağıq. Burada bir təbii ki, tək rəqəmdir, götürdük. 4 rəqəmi cütdür, getdi. 9 və 16-nın arasında tək rəqəmlər hansıdır? 9-dur, 11-dir, 13-dür, 15-dir. Okey. Neçə səhifələrdir? 1, 2, 3, 4, 5. 5 səhifələrdir. 5 səhifə ilə çapa verək bunu. 5. 5-i böləcəksiniz 4-ə. Eləcə bir tam neçəsə yuvarlaq şəkildə 2. One side bir üzlü çaplı deyə 2-ni böləcəksiniz 1-ə. Eləcək 2. Kopya sayda 5 adam üçün olduğuna görə 5-i vuracaqsınız 2-yə. Cavab eləyəcək burada necə? 10. Bu oldu beləncə. Sonra Word-də daha çox lazım olan hissədir. Sonra Word-də ən çox diqqətli olun nəyə? Layoutun içərisindəki tab vərəqlərini istəyir ki, layoutun içərisindəki page setupda margins var, paper və layout var. Zaman-zaman imtahanların içərisində çıxış etmiş sualdır. BH-nın açıq suallarında gəlir. Burada da marginsin bu formada şəklini çəkir ki, bu bizdə hal-hazırda tutalım ox qoyur ki, right neynir, ox qoyur ki, məsəl üçün top neynir, yuxarı boşluğu təyin edir, sağ boşluğu, sol boşluğu təyin etmək üçün istifadə olunan temadır. Bu oldu belə. Aşağı isə yadda saxlayın ki, bizdə vəziyyət sətri adlanır. Yuxarı isə başlıq sətri adlanır bizdə. Bu bizdə Word-də olan təyinatdır. Deməli, uşaqlar, rəng məsələlərindən daha çox ilkin anlayışlardır, rəng məsələlərdir. Bunlara diqqətli olun. Bir də ilkin anlayışlardan bizdə nə düşür? Bir var bizdə mənbə, bir də var bizdə qəbul edici. Mənbədən çıxan məlumat kodlaşdırılır, rabitə kanalı vasitəsilə ötürülür və artıq qəbul ediciyə çatdıqda o bizdə hansı prosesi yaşayır? Dekodlaşma prosesini yaşayır. Ümumi anlayış budur. Rabitə kanalında məlumatlar siqnallar formasında gedir, gəlir və məlumatlar kompüterin yaddaşında hansı formada saxlanılır? Byte formasında saxlanılır. Ümumi anlayışlar budur. Və kompüterin yaddaşında əsas ölçü vahidi byte'dır. Prosesor kompüteri ikilik formada, bitlər formasında emal edir, amma kompüterin yaddaşında isə byte formasında yadda saxlayır. Aha. Bir də uşaqlar, nəyi sizə göstərmək istəyirəm? Klaster məsələlərini göstərmək istəyirəm. Bir iki dəqiqə səbirli olun. Klaster məsələsinə aid bir-iki misal çəkim sizə. Klaster məsələləri təbii ki, bizdə qəbul planına yeni düşmüş bir məsələdir. Orada biz nəyi bilməliyik? Müəyyən genişlənmələr var ki, onları bilməliyik ki, bu genişlənmələr bizdə nədir?
Elə ekran paylaşımından da göstərim sizə. Qəbulların içərisində daha çox bu formatlardan düşür. Deməli, uşaqlar, tutalım 48-ci məsələyə baxaq. Deyir ki, diskdə 11 kilobaytlıq səs faylı və 9 kilobaytlıq qrafik fayl olarsa, bu fayllar neçə klasterə yerləşir və fayllar yaddaşda birlikdə tutduğu yer neçə kilobayt olar? Klasterində ölçün 4 kilobayt verib. Bəzən uşaqlar belə bir məsələni gördükdə, təbii ki, ən sonuncu qəbulların içərisində var idi. Nə edirlər? Deyir ki, 11 kilobaytlıq səsdir, 9 kilobaytlı qrafik fayldır. Gəlin bunu toplayaq, sonra bura yerləşdirək. Uşaqlar, səs və qrafik faylı bunlar ayrı-ayrı temalardır. Siz onu toplayıb, yəni A hərfindən B hərfini necə toplaya bilməyəcəyiniz kimi bunları da toplaya bilməzsiniz. 11 kilobaytlıq faylı 4 kilobaytlıq klasterə yerləşdirsək, baxın buradan yazıram 11 kilobaytlıq səs faylıdır. 4 kilobaytlıq klasterə yerləşdirdikdə 11-in 4-ü bura yerləşir. 4 yerə bura yerləşir, 3-ü də bura yerləşir elə. 11 kilobaytlıq fayl bu diskin içərisində nə qədər yer zanit saxladı? 4, 4, 4. Təbii ki, biz bilirik ki, bir klasterin ölçüsü 4 kilobayt və bir klasterə bir fayldan başqa fayl yaza bilməzsiniz. Fayl və onun hissəsini yaza bilməzsiniz. Yəni, burada 3 yazılsa da ümumi qabın tutumu 4 kilobayt olduğuna görə və bura başqa bir məlumatı daxil edə bilməyəcəyinizə görə bu oldu 4, 4, 4. Beləliklə, kompüterin yaddaşında nə qədər yer tutdu? 16 kilobayt yer tutdu. Beləliklə buna yazdım 16 kilobayt. Okey. Üstəgəllisin. 9 kilobaytlıq faylı da yerləşdirmək istəsək, 9 kilobaytlıq faylı da ümumi tutumu 4 kilobaytlıq klasterə yerləşdirsək, 4-ü bura yerləşəcək, 4-ü bura yerləşəcək, biri də bura yerləşdi. 4, 4, bu da 4 kimi qəbul olunur da təbii ki. Bu da nə qədər elədi? 12. Bunu da 12 kimi dəyərləndirdik. Beləliklə 12 kilobayt, 16 kilobayt kompüterin yaddaşında cəmi nə qədər yer tutmuş oldu? 28 kilobayt yer tutmuş oldu. Neçə klasterdə oldu? 1, 2, 3, 4, 5, 6. Beləliklə mənim 6 klasterim və diskin içərisində isə 28 kilobayt yerim nə oldu? Zanit saxlanılmış oldu. Bu oldu belə. Mən görürsə də səhv elədim Allah. Bircə dəqiqə 9-u böldük 4-ə. 2 tam neçəsə yuvarlaq şəkildə 3 oldu. 3-ü vurduq 4-ə, elədi 12. 11 də yenə böldük 4-ə, elədi bizdə 3, 2 tam neçəsə yuvarlaq şəkildə 3, 3-ü vurduq 4-ə, elədi bizdə neçə? 12. Mən bayaq neyə səhv yazdım ki? 12 üstəgələk 12 bizdə neçə verdi? 24. Beləliklə 24 kilobaytlıq diskdə yer zanit saxlanıldı və 6 klasterdə tamamilə müəyyən hissəsi doldu. 6 və 24 D variantı. Aha, başqa görüm sizə nə göstərə bilərəm buradan mən. Deməli, uşaqlar, baxaq nəyə? 61-ci tip məsələyə. D klasterin tutumu 6 kilobayt olan diskdə faylın yaddaşda tuta biləcəyi həcmi müəyyən edin. İndi klasterin tutumu bizdə nə qədərdir? Klasterin tutumu bizdə 6 kilobayt. Və diskdə faylın yaddaşda tuta biləcəyi bir həcmi müəyyən edin. Tutalım, 126-nı bölürsünüz nəyə? 6-ya. Klaster ölçüsünə görə yerləşdirməlisiniz. Bu tam şəkildə dolduracaq. Eləyəcək neçə? 21. Burada bir problem, yəni tam formada dolu olaraq qalacaq. 36-dır. 36-nı bölürsüz 6-ya. O da eləyəcək bizdə neçə? Təbii ki 6. Bu da tam formatda gedəcək. Təbii ki 101 tək rəqəmdir uşaqlar. Tək rəqəmi cüt rəqəmə bölsək, yəni bizim qalığımız mütləq şəkildə alınmalıdır. 1 megabayt bizdə neçə kilobaytdır? 1 megabayt bizdə 24 kilobaytdır. Elə 24 kilobaytı nə edirik? Bölürük 6-ya. O da böldükdə eləyəcək bizdə neçə? 1 42-nin içərisində bu da tam yerləşmir. Ona görə getdi. 132-ni bölsəz 6-ya, bu da gigabaytına veribdir. Təbii ki, gigabaytı biz nəyə gətirməliyik? Kilobayta gətirməliyik. Bu da qalsın 11 kilobayt. Bu kilobaytdır. Bu zaten cavabı çıxartmayacaq. Çox güman ki, elə bu eləyəcək. Bunu çevirək. 132 gigabaytı biz nəyə çeviririk? Kilobayta çeviririk. Aha, bu da yenə ölçü vahidlərini yazsam. Bit, byte, kilobayt, megabayt, gigabayt. Elə gigabaytla kilobayt arasındakı məsafə nə qədərdir? 2 üstü 10, 2 üstü 10. Yəni 1024'tür. 132'ni vuracaqsınız nəyə? 2 üstü 20'yə. Bu ümumi həcmdir. Ümumi həcm də böləcəksiniz nəyə? Təbii ki
Klasterin ölçüsü 6 kilobayt olduğuna görə 6-ya ümumi həcmi böldük buna. Bunlardan bu təbii ki ixtisar gedəcək. Bu ixtisar getdikdə olacaq burada neçə? Ə, Bu eləyəcək bizdə 2, 12. Eləyəcək bizdə 22. Aha, bu da olacaq yekun olaraq 22 vurulsun neçə? 2 üstü 20 formatında. Yəni bu məlumat da tam yerləşir. Ona görə burada cavab oldu bizdə neçə? Tam yerləşənlər 1, 2 və 5. Yəni B variantı. Zaten tək rəqəmləri atdıqda fikrimcə cavab çıxar. 6-nı elə bax buradan atsaz, buradan atsaz, cavabı rahat şəkildə görəcəksiniz. Bu da bizim klaster məsələmizə aid olan bir söhbət. Mhm.